Bəqərə surəsi Mədinədə nazil olmuşdur. 286 ayədir. Bismillahirrahmanirrahim. Bağışlayan və mehriban Allahın adıyla. Elif, Lam, Mim. Elif, Lam, Mim. Bu hərflər Allahla onun peyğəmbəri arasında olan rəmzlərdir. Bu kitab həmin bu hərflərdən təşkil olunmuşdur. Lakin heç kəsin onun kimisini gətirmək qüdrəti yoxdur. Bu kitab Əlif Allah tərəfindən, Lamın Cəbrailin vasitəsilə, Mimə Muhammədə sallallahu aleyhi və aleyh nazil edilmişdir. Bu kitabın möhkəm və bu cür mütəşabih ayələri vardır. Zəlikəl kitabu la raybə fih. Huden lilmuttaqin. Barəsində heç bir şək şübhə olmayan bu uca məqamlı kitab, pəhrizkarlar aşağıdakı 5 xüsusiyyəti fitrət və ya peyğəmbərlərin dəvəti yolu ilə əldə etmiş kəslər üçün hidayət mənbəyidir. الذين يؤمنون بالغيب ويقيمون الصلاة ومما رزقناهم ينفقون. O kəslər ki, qeybə, Allah, vəhy, mələklər və məad kimi hissiyatın dərk edə bilmədiyi şeylərə inanır, namaz qılır, haqqın müqabilində boyun əyir və ruzi olaraq verdiyimiz şeylərdən Allah yolunda xərcləyirlər.